Bu təlimlərə birinci böyük sosial tələbat var. Bu təlimlər yalnız jurnalistlər üçün yox, ümumiyyətlə cəmiyyətin, mən deyərdim, bütün kəsimləri üçün keçirilməlidir. Azərbaycan dilində mükəmməl danışmaq, yazmaq, bu bizim milli identifikliyimizi müəyyən edən ən vacib şərtdir. Jurnalistlər nümunə olmalıdırlar. Öz gözəl danışıqları ilə, öz gözəl yazıları ilə Azərbaycan ədəbi dilini yaşadan ən fəal təbəqə olaraq. Bu baxımdan bu təlim və bu qəbildən olacaq, keçiriləcək digər təlimlər, digər dövlət qurumlarının cəlb olunmasına həyata keçirilən layihələr çox prinsipial əhəmiyyət daşıyır və bu layihələr yalnız kampaniya xarakteri daşımamalıdır, bu layihələr davamlı olmalıdır və onun davamlılığının təmin edilməsi də təbii ki, bütün deməli, belə deyək də, əlaqədar qurumlardan asılıdır. Azərbaycan televiziyası və onun akademiyası çox nəcib təşəbbüs göstəribdir. Bu birinci növbədə praktik təlimdir. İkinci növbədə isə burada fəal jurnalistlər cəlb olunub. Deməli, bu təlimin biz nəticələrini ictimai rəydə görəcəyik. Jurnalistlər ictimai rəyin formalaşdırılmasında iştirak edən çox vacib insanlardılar. Onların Azərbaycan dilində fikirlərini səlis, düzgün və nümunəvi formada çatdırması cəmiyyətə də bir nümunə olacaqdır, mesaj olacaqdır. Bu baxımdan bu təlimlərin həm nəzəri, həm də praktik tərəflərini çox yüksək qiymətləndiririk.